Dostlar, heç Bosfor boğazının altından qatarla keçmisiniz? Gəlin sizə qısa olaraq İstanbulun Marmaray adlı ictimai nəqliyyatından danışım. Marmaray İstanbulun Avropa və Asiya hissələrini birləşdirən dəmir yolu xəttidir. Ümumi 43 stansiyası var, əsasən yerin üstündədir, amma yeraltı olanlar da var və İstanbulun hər iki hissəsini birləşdirmək üçün məhz Bosforun altında da tunel tikilib. Qeyd edim ki, bu metro deyil. İstanbulun metro şəbəkəsi tam ayrıdır. Bu daha çox bizim Abşeron dairəvi dəmir yoluna bənzəyir və elə bizdə olduğu kimi şəhərə deyil, birbaşa olaraq Türkiyə dövlət dəmir yollarına da tabedir. Lakin bizdən fərqli olaraq burada ödənişi şəhər nəqliyyatı kartı ilə, yəni İstanbul kartla edə bilərsiniz. 2025-ci ildə bir gediş məsafədən asılı olaraq təxmini 20-50 liraya başa gəlir. Marmaray digər şəhər nəqliyyatı ilə yaxşı inteqrasiya olunub, stansiyalarda əlçatanlıq əla səviyyədədir, eskalatorlar, liftlər və uşaq arabasını keçirmək üçün ayrıca geniş turniketlər də var. Qatarlar çox geniş və uzundur, 10 vaqondan ibarətdir. Hər vaqon 280-dən çox sərnişin daşıya bilir, yəni bir qatar 3000-ə yaxın adam daşıya bilir. Təsəvvür edirsiniz, bu 30 avtobusu əvəz edir. Bu arada İstanbulda təbii ki, avtobuslar da var, belə gözəl tramvaylar da var və çox bahalı taksilər də var. Hətta qısa məsafəyə gediş sizə bizim pul ilə 10-15 manata başa gələcək ekonom taksi ilə. Uzaq məsafədə 50-70 manat ola bilər. Ona görə İstanbulda çeşidli ictimai nəqliyyat növləri əksər hallarda ən yaxşı seçim olacaq. Çünki buradakı tıxaclar hərdən o qədər ağır olur ki, heç təcili tibbi yardıma sürücülər yol verə bilmir. Mən isə İstanbuldan daha bir mini vlog gətirəcəm. Abunə olmağı unutmayın və şərhlərdə yaza bilərsiniz. Heç Marmaraya minmisinizmi?